İzləyicilərimiz, Masazırın girişinə yaxın 10 sotda bağlı bağçalı bir həyət evimiz satışa çıxmışdı. Detaylı tanış edəcəm evlə sizi. Bu giriş hissədir, navesdir. Girişdə belə bir balaca bir otaq var, içində sanitar qovşağı, mətbəxi olan. Həyətdə trapımızdır. Həyət üçün olan sanitar qovşaqdır. Ayrı-ayrı. Burada belə su çənimiz var. Burada yenə də belə bir su çənimiz var. Həyətdə quyu da var. Bu mənim evimizin bir bölüdür. Bağla tanış edeyim sizi. Burada üzüm tənəklərdir. Bağımızda 40 cür meyvə ağacı var. Feyxadan tutmuş heyvəyə kimi. Necə deyərlər, Bakı şəhərində deyirlər həyət evim var. Sot yarımdan həyət evi olmur. Həyət evi var, belə bağlı bağçalı olur. Arazimiz 10 sotdur. Həyətdə belə bir quyu qazılıb. Zirzəmi metr yarımdır. Burada mangalimiz, bisetkamız. Burada da belə bir yerimiz var. Artıq əşyaları yığmağa, balon, banka və yay mətbəxi kimi də istifadə eləmək olar. Meyvə ağaclarımız seçmə ağaclardır. Burada eyvanımızdır. İndi isə mənzilin daxili ləsləri tanış edim. Mənzilimizin zalıdır. Belə bir geniş zalımız var. Aşağıda 4 otaq. Burada belə bir yataq otağımız var. Burada belə bir yataq otağımız var. Evimiz hündürdür. Növbəti yataq otağı ilə tanış edeyim. Növbəti yataq otağımız. Birinci mərtəbədə bir zal, 3 otaqdır. Bir zal, 2 yataq otağı, bir iş otağıdır. Buranı iş otağı kimi istifadə olunur. Uşaq otağı kimi də istifadə etmək olar. Mənzilimizin mətbəxi. Birinci mərtəbədə sanitar qovşaqdır. İkinci mərtəbədə böyük mansartımız var və bir yataq otağımız yenə də orada var.
İkinci mərtəbədə olan sanitar qovşaq. Burada böyük böyle bir mansardımız var. Mansardda da kondisioner var. Burada da böyle bir yataq otağımız. Ətraflı məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. Növbəti elanlardan vaxtında xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın.